Salam, hər vaxtınız xeyir olsun. Bugün 50 qarışıq qrammatika suallarına baxacağıq. Vaxt itirmədən başlayaq. Birinci sualdan başlayırıq. Birinci sual aiddir passive voice-ə. Baxıram ki, cümlə he ilə başlayıbdır. Passive voice-in ilk əsas qaydası nədir? Cümlə nə ilə başlayıbsa, məsələn, he ilə başlamayıbdır, onunla başlaya bilməz cavabda. Yəni, D variantı yanlışdır. İkinci qaydamız nədir? Zamanı müəyyən eləmək. Zamanı müəyyən eləmək üçün ilk öncə baxıram, burada does var. Does hansı zamandır, onu müəyyən eləyirəm. Do, does indiki zamandır. İndiki zamanın bəs passivi nə idi? Am, is, are, üstəgəl, verb 3. Verb 3 də bilirsiniz də, go, ikinci versiyada went, üçüncü versiyada gone. Həmin o üçüncü lazımdır bizə. Baxın, B variantının has dəxlisi yoxdur. Mənə baxın, hansı düstur lazım idi? Bu düstur lazım idi. Bu həzin heç bir dəxlisi yoxdur. Eləcə də Y variantıdır. B ilə Y də getdi. C variantı was keçmiş zaman heç bir əlaqəsi yoxdur. Doğru cavabımız olur nə? A variantı. Keçirəm ikinciyə. Yenə passive voice. Z ilə başlaya bilməz. Hansı variantı çıxıram? D variantını. Və burada nə görürəm? Want. Want bilirəm də, will not deməkdir. Və passive voice-ə görə will varsa, onun düsturu necədir? Will, üstəgəl be, üstəgəl verb 3. Yəni, will'in yanında be olmalıdır. A variantı izin dəxlisi yoxdur. B variantı shall bilirsiniz də haçan olur. Shall, I və V-dən sonra gəlir həmişə. Yəni, belə problemi yoxdur yazılmağının. Sadəcə I və V-dən sonra gəlir. Burada isə this article-dır. Article axı I deyil, V deyil. Ona görə bu shall-in yazmağının yeri yoxdur. C variantında sadəcə B-si yoxdur. Ona görə yanlışdır. Həm də burada id-si də yox imiş. Y variantı isə doğru cavabımızdır. Üçüncü suala gəlin baxaq. Baxıram ki, he said. Və fikir verirsinizsə, hamısında he said var. Hə, onda müəllimə sual səhvdir. Xeyr, dəxlisi yoxdur. Onun nə dəxlisi var ki? Hamısında he said olaraq başlayıbdır. Daha sonra indi sən təzə cümləyə baxırsan. Bax, he said that. Hamısında eynidir. Sən ora baxma. Sən bu tərəfə baxırsan. Cümlə nə ilə başlayıbdır? He ilə. He ilə başlaya bilməz. Ona görə B variantı, Y variantı getdi. Aydın oldu da, he said that onsuz da hamısında var. Hamısında he said that var. Sən ora baxma. Sanki buradan xət çəkmirsən. Cümlə nə ilə başlayıbdır? He ilə. He ilə başlayanları çıxdın. Aydındır? Deməli, bu yeni və yeni çıxdım getdi. Daha sonra düsturuma baxıram. Would. Would-dursa, mənim cavabımda should-la gəzir. C variantında çıxdım. Would elə bil will kimidir də sanki. B-si olmalıdır yanında düsturuma görə. Üstə gəl, verb 3. Ümumiyyətlə, passive voice-da verb 3 olmalıdır. Başqa variantın yoxdur sənin. A variantında hanı sənin verb 3-ün? Getdi. Doğru cavabımız oldu nə? D variantı. Keçirəm dördüncü suala. Hə, bax bu vacibdir. Baxın, ümumiyyətlə, əgər ki burada not only, but also gördünüzsə, bunun arasında olan söz ki var, the city, ora baxmalısınız. Ona əsasən siz qayıdış əvəzliyini və ya yəli əvəzliyini qoyacaqsınız. City nədir? Məndir, səndir, kişidir, qadındır, nədir? Şəhərdir. Şəhər olduğuna görə it olacaq da əvəzliyi, düzdür? Yəni, mən, sən, o olmayacaq ki, biz olmayacaq ki, itdir. İtə uyğun qayıdış əvəzliyi nə idi? Itself. Düzdür? Ona görə B variantını, D variantını çıxdım getdi. A, C, Y arasında qaldım. İndi bura baxın. Burada nə görürsünüz? People. Nöqtədən sonra nə gəlibdir? İsim. Nöqtədən sonra isim gəlibsə, sizə nə lazımdır? Hansı əvəzlik lazım idi? Yəlik. Deməli, yəlik lazımdırsa, C variantındakı it apostrofesi yəlikdə öyrənməmisiniz. Y variantındakı iti yəlikdə öyrənməmisiniz. Qaldı nə? A variantı. Beşinci suala baxaq. Baxıram ki, nöqtədən sonra of gəlibdir. Evrini çıxıram. Mən bilirəm də törəmələrdir. Bir dəfəlik qoyun yazım. Evridir, nodur, notdur. Bunlardan sonra of gəlməz. C variantını çıxdım getdi. İkinci tərəfdə nöqtədən sonra, bura baxaq, some var burada. Some'dan sonra article gəlməzsə, o zaman mən B variantını çıxıram. Some və N-dən sonra N artiklı, Z artiklı gəlməz. Of gələrmi? Gələr. B variantında çıxdım getdi. Hələ bir buradan D variantında çıxıram. Çünki orada da Z var.
Daha sonra A ilə Y variantı arasında qaldım. Üçüncü nöqtəm hardadır? Buradadır. Özündən sonra time gəlibdir və özündən sonra isim gəldiyinə görə sən nothing-ə çıxırsan. Çünki nothing törəmədir. Bax, bu törəmələrdən sonra isim gəlməz. Bitdi. A variantında çıxdım, qaldı nə? Y variantı. 6-cı suala baxaq. Nöqtədən sonra of gəlibdir. Deməli, mən buradan evrini çıxmalıyım, amma deyəsən yoxdur. İkinci tərəfə baxıram, of gəlibdir, evrini çıxıram, A variantı getdi. Burada qısaca belə deyim də, but var. But varsa, bilirsiniz də, əgər bir tərəf təsdiqdirsə, digər tərəf inkar olmalıdır. Və ya inkardırsa, digər tərəf təsdiq olmalıdır. Və ya bir tərəf çoxdursa, butdan sonra az olacaq. Yəni, nəsə təzadlıq, nəsə əkslik olmalıdır. Başa düşdünüz? İndi baxıram ki, bu variantlarımın içərisində, yəni bax bunlardan hansı təzaddır? Əlbəttə ki, C variantı. Həm təsdiq inkardır, həm də ki 100% düz olduğunu anlayacağam. Niyə? Boşda 2 nəfər deməkdir. Neaderdə 2 nəfər deməkdir. Deməli, hər şey qaydasındadır. Keçirəm 7-ci suala. Burada əsas məsələ nədir? Baxın, ümumiyyətlə, Instagramda biolarda görürsünüz və ya universitetin elə özünün başlığında görürsünüz ki, məsələn, atıram, Baku State University. Düzdür? Siz haçansa görmüsünüz ki, bunun qarşısında hər hansı bir Z yazılsın. Yox, görməyəcəksiniz də. Ona görə də 2-dəki də Cambridge University yanlışdır. Prosta Cambridge University olmalıdır 4-dəki kimi. Oflu birləşmələr yadınızdadır, artikellar bölməsində deyirdik. Oflu birləşmələrdə 90% bu ofun əvvəlində Z olmalıdır. Baxın, həqiqətən də ofun əvvəli Z-dir. Bəs yaxşı, onda düzdür bu? Əlbəttə ki, xeyr. Niyə? Çünki fikir verirsiniz, bu Cambridge-in qarşısına Z qoyubdur 3-də. Olmaz axı. Sən Cambridge-in qabağına niyə Z qoyasan? Elə bil ki, belə bir şey deyirlər. The University of Z Azərbaycan. Olmaz axı belə bir şey. Yanlışdır. Ona görə 1-i götürdük doğru cavab kimi. Variantımız olur. Heç nə cavab yox imiş. Variant yox imiş. Getdik bu tərəfə 100. 100 nədir? Baxın, ümumiyyətlə 100-dir, 1000-dir, milyon falandır. Saylar ki var ha. Bunların qarşısında sən prosta en artiklı yazırsan. Tamam mı? Sadəcə en artiklı yazırsan. Yox, əgər sən bu 100-ü cəmlənmiş versiyada görsən, heç nə yazmırsan. Yəni gəlib ora Z-ni salmağın adı yoxdur. Heç nə yazma. Ödəyirmi 100%. Aşağıya düşəm. Last week. Lastdan sonra, həmçinin nextdən sonra, next, bir də last. Bundan sonra zaman anlayışı gördünsə, elə bil zamandır da, elə bunun əsas sözü. Zamanın qarşısına sən niyə artikel qoyursan? Artikeli hara qoyuruq biz? İsimlərin qarşısına. Bəs yaxşı, bu zaman sən bunu niyə qarşısına qoyasan? Amma yadınızda metrolarda falan eşitmişsiniz, deyilir. The next station is Əhmədli məsələn. Həmin o the next station axırında tion var. Plusda bilirsiniz də stansiya isimdir. İsim olduğuna görə Z qoyublar. Yəni artiklı ismə qoyurlar. Artiklın dostu isimdir. Yəni next və lastdan sonra zaman gəlibsə sən ora niyə, nə səbəbə qoyasan artikl. Amma next və lastdan sonra isim gəldisə sən ona Z qoymalısan. Nə başınız ağrıdım? Burada lastdan sonra week həftədir. Həftə isim deyil də zaman anlayışıdır. Baxın, ola bilər həftəyə isim deyəsiniz, qarışdırasınız, amma olmaz. Həftədir, aydır, ildir, gündür. Bunlar zaman anlayışıdır. Zaman olduğuna görə sən bura boşluq qoymalısan. Və boşluq. Və boşluq da gəlir hansı variantda? Gözüm görmür. B variantı. 9-cu suala baxaq. Görürəm ki, Avstraliya, ümumiyyətlə materik, ölkə, qitə, bunların qarşısında sən hər hansı bir artikl görə bilməzsən. B variantını, C variantını çıxdım. Burada əsas məsələ. Sən bu highest-i görürsən, deyirsən ki, nə qəşəng üstünlük dərəcəsidir. Gəlin bura Z yazaq. Olmaz. Olmaz. Çünki burada apostrof S var. Baxın, apostrof S nədir? Yelik halı. My, your, her. Bu nədir? Yelik əvəzliyi. Bax, yelik sözü açar sözü olsun. Yeliklərdən sonra artikel olmaz. Ona görə sən bu Y-dəki Z-ni, A-dakı Z-ni çıxırsan, cavabı D götürüb gedirsən. Keçirəm 10-cu suala. Bax, moondur, sundur, skydır. Bunların qarşısında Z olmalıdır. Birinci tərəfi Z-dirsə, bu getdi, bu getdi, bu getdi. Last month, bax, bayaq dediyim, lastdan sonra zaman anlayışıdır deyə heç nə qoymursan. Boşluq. B variantı doğru cavabımızdır. 11-ci suala gəlin baxaq.
Küçə, meydan, park adlarının qarşısında heç nə qoymursan. Kaliforniyada ümumiyyətlə yenə deyirəm, ölkə, şəhər, qitə bunların qarşısında artikel teması yoxdur. Böyük hərfdən məsələn deyirəm, indi kimsə Kaliforniyanı bilmir də nədir? Məsələn deyirəm də, bilmir ki, görən bu ölkədir, adam adıdır. Yəni böyük ehtimal ölkədir, həm də burada bax locatedir, yerləşir. Yəni adamda yerləşməyəcək də, hər hansı bir yerdir, məkandır. Məkan anlayışda boşluq qoyursunuz, gedir. Boşluq oldu nə? B variantı. Keçirəm 12-ci suala. Menidən sonra cəm isim gəlibmi? Gəlib. Hər şey qaydasındadır. Maçdan sonra yası yoxdur, sayılmayan isim gəlməlidir. Burada isə cəm yazıb yanlışdır. FU-dan sonra cəm gəlməlidir, yanlışdır. A lot of deyil, elotdur. Elotdan sonra ümumiyyətlə isim gəlmir. Yenə a lot of olsaydı, deyərdim ki, ya cəm isimdir, ya sayılmayandır. Burada isə elotdur, yanlışdır. Elotdan sonra isim gəlmir. Bir də Elsa'dan sonra da isim gəlmir. Bunu da qeyd edin. Rəqəmdir, rəqəmdən sonra bir zəhmət cəm gəlsin də, sən 2 deyirsən, 5 deyirsən. Bu rəqəmdir, rəqəm əlbəttə ki, cəm istəyəcək. 13-cü suala baxıram. Nöqtədən sonra child gəlibdir. Child isə sayılan təkdir. FU və FU-dan sonra cəm isim gəlməlidir. Yəni child yox, children olsaydı, hardasa başa düşmək olardı. Eləcə də Y variantı, many, cəm isim istəyir. C və D variantı arasında qaldım. Bax, indicənə dedim ki, a lot of-dan sonra ya cəm gələcək, ya sayılmayan gələcək. Uncountable. Ona görə C variantına çıxdım. Çünki child sayılandır, düzdür, həm də ki təkdir. Yəni sən niyə bunu götürəsən C-ni? Məcburdur. Baxın, no-dan sonra istənilən tip isim gəlir. Təki, cəmi, sayılanı, sayılmayanı. Licb isim olsun özündən sonra. Bura baxaq. Speaks nədir? Verb. Bax, həmişə belə deyirəm. Verb. Verb nə istəyir? Adverb. Adverb nədir? Zərf. Zərf necə olur? Elva ilə. Loru dildə desək, l-y ilə. Yəni, burada nə görürsünüz? Feil. Feildən sonra nə olur olsun elvay. Yəni, l-yını görməlisiniz. Zərfi görməlisiniz. O zaman mən bu 1-i çıxıram, l-yısı yoxdur. 4-ü də çıxdım, l-yısı yoxdur. 2 və 3. Doğru cavabımdır. 15-ci suala gəlin baxaq. Hə, bax bu taste məsələsi. Baxın, dadmaq. Bax. Ümumiyyətlə, bəli, verbi gördüm, deyib, buradakını təzdən gəlirəm. Bu verbi gördüm, bəli, sən adverb axtarmalısan. İndi burada da verb var, indi sən adverb axtarası deyilsən. Niyə? Çünki bəzi feillər var ki, yəni bunu bəri başdan yazın bura. Bax, be-dir, become-dır, get-dir və feel-dir. Bunları gördünüz, ha. Bunlar özündən sonra 100% sifət istəyir. Başqa variantı yoxdur. Amma taste-dir, smell-dir, look-dur. Bunlar həm sifəti istəyir, həm zərf. Yəni, ikisindən birini istəyəcək. İndi hardan bilim sifət istəyir, zərf istəyir. Baxın, getmək. Bunun başqa halı yoxdur. Yəni, aktiv bir feildir. Və yaxud da ki, oynamaq. Aktiv bir feildir. Amma dadmaq, bax, sən dadına baxırsan yeməyin. Bəli, aktiv bir feildir. Çünki götürürsən qaşığı, baxırsan yeməyə. Amma yeməyin dadı gəlir deyirsən, bunun acı dadı gəlir, bunun turş dadı gəlir deyəndə, bu aktiv feil deyil. Niyə? Çünki mübtədası nədir? Yemək. Yemək durub deməyəcək ki, hə, qoy dadımı gətirim. Olmaz axı. Ya yemək deməyəcək ki, bugün turş olum. Hərəkət eləyə bilməyəcək. Yeməyin dadıdır da prosto. Anamız pişirib elə qalıbdır. Aydındır? Həmin məsələdir. Yəni, daha loru dildə desəm, əgər sənin mübtədan cansızdırsa, cansız bir feildən nə aktiv bir feil gözləyəsən, düzdür, pasiv olacaq da. Pasiv bir feil olduğuna görə sən bura məcbur nə yazmalısan? Sifət. Yəni, bu l-yını çıxırsan, çünki zərfdir o. 3-dəki well isə nə olsun l-yısı yoxdur, sən bilirsən də. Sən bilirsən ki, qudun, bu qud sifətdir. Qudun zərf versiyası nədir? Well-dir. Ona görə 3-ü də çıxırsan, 2 və 4. Keçirəm 16-cı suala. Maç var. Maçdan sonra nə gəlməlidir? Müqayisə. A variantı adidir. C variantı, baxın, deyəcəksiniz ki, müqayisədir. Müqayisə edir, müqayisə olmağına tamam. Amma sənin haqqın yoxdur ki, hardlydir, highlydir. Bu kimi l-yılar var. Bunları sən dərəcələndirə bilməzsən. Hardan bildin bu hardlydir? Bax, hard sözün özüdür. Li, elə l-yıdır da sanki, düzdür? Y düşüb sadəcə i olubdur. Deməli, yanlışdır. Axı, sən hardlyni dərəcələndirə bilməzsən. D variantı vapşı dərəcələndirir, mor qoymaqdan. Heç əlaqəsi yoxdur. Y variantının isə günahı sırf adi dərəcə yazmağındadır. Qaldı nə? B variantı.
Bir də bunu da qoy deyim. Ümumiyyətlə feildən sonra hard görməlisən. Oy. Hard görməlisən. Amma hardlydan sonra sən feil görməlisən. Xətt də özü daxı. Hardlydan sonra da feil görməlisən. Bunu deyim nə həmişə nətər yadımızda saxlayırıq. Uşaqlara belə deyirəm. Deyirəm fly sözü var ya, sadəcə tərsdən uçur da bu. Elə bil f qabaqda olmalıydı, l olmalıydı axı. İndi tərsdən uçmaq sözü yadımızdadır. Fly. Bax belə bir şey yaranır. Tərsdən uçmaq. Nə əlaqə isə artıq həmişə belə deyirəm, yadda qalır. 17-ci suala gəlin baxaq. Yenə bax highly-dir. Highly-ni, hardly-ni dərəcələndirmək olmaz. Bəs yaxşı, sən niyə A-da dərəcələndirmirsən? D variantında niyə dərəcələndirmirsən? Olmaz. Düzdür? C variantının bəs Z-si hanı? Həm də məndən heç üstünlük dərəcəsi tələb olunmur. Yəni sifət sərf qalsın qırağa. Tələb olunmur. Ya B-dir, ya Y-də. Hə. Bax, uşaqlar burada deyir ki, müəllimə, bu highly var ya B variantındakı. Bu highly zərfdir, bu high isə sifətdir. Görək mənə sifət tələb eləyir. Zərf, uşaqlar, əlaqəsi yoxdur. High bizim bildiyimiz hündürlükdür. Yəni high, hündür, tall, düzdür? Yəni bu A nöqtəsindən B nöqtəsinə olan bir hündürlükdür, düzdür? B variantında highly isə deyirlər, yüksək dərəcədə hörmətli adamdır o. Yüksək dərəcədə qarşılanma oldu, keyfiyyət var. Aydındır? Həmin o yüksək dərəcədir. Aydındır? Yüksək dərəcə o deməkdir ki, yəni bizim bildiyimiz mənəvi hisslərdir sanki. Bax burada deyir ki, onun argumentləri appreciate olundu. Onun argumentləri onun argumentini durub dağın başına çıxıb qiymətləndirmirəm də hər halda, düzdür? Yəni yüksək dərəcədə qiymətləndirərəm sadəcə. B variantı. Bir balaca tərcümədir, bəli. Ha isə bizim bildiyimiz hündürlükdür. Olmaz. 18-ci sualda yesterday keçmiş sadə zamandır. B variantının feilin axırında s olmağı və feilin öz versiyası, məsələn, go, indikidir. Nə bilim, play, indikidir. Bunun axırında s var, yenə də indikidir. Sadəcə bunun axırında s olmağı nəyə göstərir? Bu, he, she, itə qoşulub. Yəni, he, she, itdən sonra sən feilin axırında s görə bilərsən. D variantında çıxıram. Qalan hamısı okeydir. Bu tərəfə baxıram, now var. Now indiki davam edicidir. Ha, demirəm sırf indikidir. Sırf indiki olsaydı, bəli, A variantı olardı. Amma mən deyirəm, indiki davam edicidir. Ona görə C variantı. Y isə keçmiş davam edicidir, əlaqəsi yoxdur. 19-cu sual. Burada save-i görürsünüz. Deyirsiniz keçmiş zamandır. Bu indikini, gələcəyi, indikini çıxırsınız. Deyirsiniz ki, Y variantıdır. Amma əlaqəsi yoxdur. Niyə? Çünki burada fikir verirsinizsə, by the time var. By the time ümumiyyətlə had istəyir. Past perfect istəyir. O da olur D variantı. 20-ci sual. Bax, yesterday görürsünüz. Deyirsiniz ki, B-dir. Amma deyil. Çünki burada yesterday deyil. At that time yesterday'dir. Yəni, biri var dünən. Hə, prosta dünən keçmiş zamandır. Bir də deyirəm, dünən saat 2-də. Dəqiq cavabdır. Həmin that time'dır. Konkretlik varsa, dəqiqlik varsa, keçmiş davam edici zaman olmalıdır. Keçək 21-ci sualı. Baxıram, görürəm nə var. Hə, bax, bu biraz normadan kənar olan bir qaydadır. Bax, yadınızdadır, mən sizə deyirəm ki, normalda uzlaşdırırsınız zamanları. Yəni, indiki deyil, ver indikini. Keçmiş deyil, ver keçmişi. Yəni, uzlaşma belə olmalıdır. İndi burada da sən normal olaraq keçmişi görürsən. Deyirsən ki, hə, heç nə, mən də bura keçmiş yazım. Axı, keçmiş 1 deyil, 2 deyil, hansını yazasan? Əlaqəsi yoxdur, sən çıx bu qaydadan. Sənə sadəcə burada since kömək eləyəcək. Since-dən sonra zaten keçmiş sadə zaman gəlməlidir. Since-dən əvvəl nə qədər normadan kənar olsa da indiki gəlməlidir. İndiki bitmiş zamanın özdə. Yəni, since-in qaydası budur. Aydındır? Since-in qaydası budur ki, özündən sonra keçmiş sadə istəyir, özündən əvvəl isə indiki bitmiş. İndiki bitmiş zaman nədir? Have və has. Has açan olur, indicə dedim. Oy, bu nə has idi? Nəsə, he, she, itdə has olur. Yəni, D variantı doğru cavabımızdır. Keçək 22-ci suala. Say keçmiş zamandır, cavabımız da nəsə keçmiş olmalıdır. Y yoxsa C? Buradakı before mənə kömək eləyəcək. Before, unutmayın, after'dir, before'dur, by the time'dır. Bunlar had istəyir, past perfect istəyir bizdən. O da C variantı. İnkarın təsdiqinə elə də takılmayın, lazım deyil. Keçək 23-cü suala. Baxın, burada ilk öncə before var. Bəli, bizim cavabımızda 100% ki, nə olmalıdır? Had olmalıdır. Yəni, mənim variantımda had olmalıdır. C variantında yoxdur, Y variantında yoxdur. Plus, burada nə görürsünüz? When. When-dən sonra iş orasıdır, had yaza bilməzsiniz.
Bax, B də getdi. Yadınızdadır da when'dir, if'dir, till'dir. Bunlardan sonra until'dir. Bağlayıcıdır da. Bağlayıcılardan sonra sən niyə shall, niyə will, niyə have, has, had yaza bilməzsən. Aydındır? Ya A-dır, ya D-dir. Normal dədə-baba qaydası ilə uzlaşdırsaq, D variantında had, burada isə indiki yazıbdır. Olmaz. Had keçmişdir, realize isə indikidir. Olmaz axı. A variantı yazırsınız, gedir. 24-cü sual. Bax, yesterday deyil ha, at that time yesterday. Düzdür, elə də takılmayıblar burada ona. Əsas odur, sən bilirsən ki, bu keçmiş davam edici zamandır. Yəni keçmişdə əsas odur. A-nı, B-ni, D-ni çıxırsan gedir. Çünki bunlar indiki zamandır. Ya C-dir, ya Y-dir. Bu tərəfə baxırsan, when-dən sonra saw. Sən də bilirsən də, see feili saw olubdur. Yəni keçmiş zamandır. Keçmiş zamandırsa, sən bu həzi, yəni bu indikini niyə yazırsan ki? Elə C-ni yaz, geçsin. 25-ci suala baxırıq. Bu bilirsiniz hansı mövzudur? Bundan tuturam, variantlardan tuturam. Bu conditionaldır. YouTube-da paylaşmışam. Bir dənə baxın, çox qəşəng. Orada izah olunubdur bir-bir. Baxın, bu if-in, yəni conditional ümumiyyətlə qaydası var. Sıfırıncı halda o deməkdir ki, bax, bura indikidirsə, burada indiki olacaq. Yəni bu hələ sıfırıncı halıdır, ha. Birinci halda, əgər indikidirsə, bax, bu hissə indikidirsə, bu tərəf gələcək zaman olacaq. Gələcək zaman dediyim, yəni will, belə yazım elə. İkinci hal olaraq, əgər bura sən keçmiş sadə vermisənsə, bura will'in keçmişi nədir? Would. Onu verməlisən. Yəni keçmişdirsə, would olacaq. Bir də çox əlaqəsiz olsa da, if-dən sonra had yazırlar. Yəni keçmiş bitmişi. Və burada would-u verirlər. Bir də bitmişliyi bildirmək üçün have-i verirlər. Gəlin, bura yazın bir dəfəlik. Bura keçmiş bitmiş, yəni had. Bura would olduğu kimi yazsan, plus have yazmalısan. Yəni belə bir düsturda salamatı həmin o YouTube-da paylaşdığıma baxın. Daha aydın başa düşəcəksiniz, əgər bilmirsinizsə. If-dən sonra ümumiyyətlə will yoxdur. Bax, bu qaydama əsasən if-dən sonra will yoxdur. A-nı çıxdım. B variantı, both keçmiş sadə zamandır. Əgər sən keçmiş sadə zaman vermisənsə, sən bu tərəfə would verməlisən. Bayaq yazdığım əsasən getsək. Yəni bura visit yox, prosta would yazılmalıydı. Would visit. C variantında bias indiki zamandır. İndiki zamanı ya sən indiki verməlisən, ya gələcək verməlisən. Yenə yanlışdır. Keçmiş davam edicidən heç danışan yoxdur. Yanlışdır. Y variantı isə doğrudur. 26-cı suala baxırıq. Last night. Keçmiş sadə zamandır. Keçmiş sadə zaman olduğuna görə A variantındakı have-i çıxırsan, həm də ki conditional'ını gedə bilərsən. If-dən sonra have nə əlaqə? C variantı da yanlışdır. B variantı, baxın, D variantını da deyə bilərsiniz ki, if-dən sonra had nə əlaqə? Əlaqəsi var. Mən bayaq dedim, nə qədər əlaqəsiz olsa da, if-dən sonra keçmiş bitmiş zaman halı var. O zaman ki, özündən sonra would have istəsin. Bax, had-i yazıb, would have-i də yazıb. Nə istəyirik day? Yazıb da day. B variantına verin, keçmiş sadədirsə, am yox, gərək would verərdi bura. Was keçmişdirsə, will yox, gərək would verərdi bura. Yəni, conditional'ın qaydasına əsasən düzəməli düsturun yazardı. Keçirəm 27-ci suala. Bax, till var burada. Ümumiyyətlə, till nədir? Bağlayıcı. Bağlayıcılardan sonra siz, baxın, mürəkkəbləri yığışdırasınız deyəcəm, amma mürəkkəb yoxdur deyəsən. Yaxşı, Z var burada. Z-dən sonra sən niyə S yazasan? S-i haçan yazırsan? Şu neçənci, bilməm neçənci dəfədə deyirəm. He, she, it-dən sonra feilin axırında S olmalıdır. Bu isə Z-dir, he, she, it deyil. C-ni, Y-ni çıxırsan gedir. A variantında baxıram ki, would, came, olar, keçmiş verib, bu tərəfə də keçmiş verib. B variantı, bura keçmişi verimsənsə, is niyə verəsən? Bura keçmişi verimsənsə, həzi, indikini niyə verəsən? Salamatı ilə A variantı. Həm də conditional kimi də düzdür. Bax, till deyil, elə bil if yazılıb bura. If-dən sonra keçmiş sadə verib. Bu tərəfə nə verməli idi? Would verməli idi. İndi bu, buradan yazmayıb da, bu tərəfdən yazıb. Olsun da. Keçərəsən, əsən keçər. Eynidir də. Bax, bayaqdan bax, bu if-i bura verib. Bura keçmiş sadəni. Bura would-u vermirdi bu hissəyə. Bu da elə eləyib də. Tili, yəni if kimi gör. Keçmiş sadəni verib. İndi would-u bu tərəfə verməz. İndi yoxdur da bu tərəfdə. Nə, söz qutarıb, cümlə qutarıb, məcbur bu tərəfə yazıbdır. Əsas odur if-dən sonraya odaqlan. Yenə, if-dən sonra, bax, indikini vermisənsə A variantı. Would-u nə gəzir burada? Will verərdin də heç olmuyor. B variantında indikini vermisənsə, would nə gəzir? Will verərdin də. C variantında didi vermisənsə, would verərdin. Want yox. Want bilirsiniz də will not deməkdir. Yəni, yenə də əlaqəsi yoxdur bunun da.
29-cu sual yox, D variantına baxaq. Başım gedib mənim də. Did keçmiş zamandır, would ola bilər. Y variantı does indikidirsə, would yox, heç olmuyor, will verməlisiniz. D variantı doğru cavabımızdır. 29-cu suala gəlin baxaq. Baxıram ki, worked feildir. Feil, yəni verb. Verb nə istəyir məndən? Adverb. Adverb nədir? Ly. B variantında ly yoxdur. D variantında ly yoxdur. Y variantı məndən müqayisə həm istənilmir, həm də ki, moredan erinə gəzir. Ya A-dır, ya C-dir. Bir dənə baxım. Üstünlük dərəcəsi nə əlaqə? Məndən üstünlük dərəcəsi istənilmir axı. A variantı. 30-cu sual. With söz önüdür. Mən bilirəm söz önü və feildən sonra nə gəlir? Obyekt. Obyekt əvəzi gəlməlidir. A variantı şəxsdir, yəni adlıqdır. Özündən sonra xəbər istəyir, yadınızdadır. Uşaq vaxtından öyrənirsiniz. Mən, sən, o, biz, siz onları. I, you, he, she, it, we, you, they. Bunlardan sonra feil gəlməlidir. I go, you, nə bilim, are, nə bilim, nə. Aydındır? Yəni bunun şəxs əvəzi ilə, yəni adlıq əvəzi ilə əlaqəsi yoxdur. Sizə lazımdır obyekt. İndi səliqəli gedin də. Bax, bura them verib, bura they verib, burada themselves. Nə qəşəng səliqəlidir. Amma D variantında them'i, zey'i başa düşdüm. A və selves nə əlaqə? Salamatı B variantı doğru cavabımızdır. 31. Baxın, kişi ağ şalvarda olan, bax bu kişi düşünün. Bu kişi elə də kişi buradakıdır. Bu kişinin içindədir bu ağ şalvar. İnne, viz yox. Logoya da kişi deməzsən. B ilə C variant arasında qaldım. Baxıram ki, bu to'lar okeydir. İndi fikir verin bura. Approached me. Bu söz önülər PDF-ləri var ya, hər birimizdə var. Orada 100% ki var. Bu approached, nöqtə me yazırlar. Diqqətli olun. Həmişə boşluq olur. Nöqtə dediyim, yəni boşluqdur. C variantı. Qaydadır. Yəni xüsusi bir izah gözləməyin. Nə məndən, nə müəlliməmizdən. Sadəcə bu qaydada əzbərləmək lazımdır. 32-ci sual. Stupiddən sonra unutmayın ki, həmişə nə gəlir? Of. Çünki bax, of her, stupid of her. Belə bir birləşməmiz var, əzbərləmək lazımdır. Of'u yazdınız. Ən maraqlı olan bildiyiniz söz önü. Go for a walk. For olmalıdır. Of for var görün. Bu of for A variantı. Aydındır. Such cold weather, yəni havanın içində gəzirsən də, sən havanın çölündə istəsən belə olmayacağı görə hər hal in olmalıdır. 33-cü suala gəlin baxaq. Nöqtədən sonra to'nun gəldiyini nəzərə alın. Should'dan sonra to gəlməz. Would be able to ola bilər. Won't, bax düsturum nədir? Will be able to. Mənim düsturum budur. Yəni burada da bu be-ni yazmaq lazım idi. C variantında has be able to, has be nəymiş? Has been olar. Have has'dən sonra be gəlmir. Be yalnız will-ə aiddir. Have has'dən sonra been gəlir. Y variantı isə heç bir problem yox, sadəcə uzlaşmır. Can indikidirsə, had keçmişdir, nə əlaqə? B variantını yaz getsin. 34-cü sual. My mother, mənim anam she'dir. Düzdür, qadındır, kişi deyil. Qadın olduğuna görə he, she, itdən sonra feilin axırında s olmalıdır. Bu v bilirsiniz də nədir? Verbdir, feil. Axırında s olmalıdır. C variantında çıxıram yanlışdır. Çünki o have-dir. Have yox, has olmalıdır. D variantında da does-ı yazmısan, tamam. Axırında s-liyi bildirmisən. Yaxşı, bu has nə gəzir burada? Elə bil ki, inkar cümlə yazsan. Yazsan ki, I doesn't, məsələn, go. I doesn't go neydi Allah? He doesn't goes. Belə bir şey yazmışam. Bu nə qədər yanlışdır. Çünki sən burada does-ı yazmısansa, bu s-i da yığışdır da. Bu does nəyə görə gəlibdir? Yəni qara gözəvə görə gəlməyib ki, sırf bu feilin axırındakı s-i almaq üçün gəlibdir. Yəni bu does gəlibsə, bu s-i yığışdırmalıdır. A, B, Y variant arasında qaldım. A və Y-də də yanlışlığımız nədir? Haven't to, hadn't to. Ümumiyyətlə, have to feili öz-özünü inkara çevirə bilməz. 35-ci suala gəlin baxaq. Bu biraz müəmmalı sualdır. Heç xoşum gəlmədi bu sualdır, amma neyniyək. V ilə başlamaz deyib, A variantına çıxıram, gedir. Getdi. Bir dənə mən buraları yığışdırım. A variantını yığışdırdım. B variantında həm mübtəda librariandır, həm də ki by V yazıbdır. By V nə imiş? By as olar, yanlışdır. Həm dedim bayaq söz önündən sonra obyekt gəlməlidir. Həm də ki, V pat deyə niyə gəlsin ki, V-dən sonra hər hansı bir feil gəlməlidir, to be gəlməlidir. Gəlməyib ki, yəni şəxs əvəzinin yeri yoxdur burada. C variantında hər şey qaydasında olan oxşuyur. Əsas odur, məhsul növdədir. D variantında, baxım görüm nə eksikdir, to-su yoxdur elə bil.
Yanlışdır. Tu'su yoxdur buralarda. Düzdürmü? Y variantında isə Y variantı da düzdür. Bu D-ni çıxım. Y variantı da düzdür. Hər şey qaydasındadır. Olduğu kimi veribdir. Bay ası verməyin heç bir problemi yoxdur. Ona görə mən bu sualda biraz problem yaşayıram. Biraz problemli sualdır. C ilə Y-ni hər iki tərəfli düzgün görür. Eyni şeydir də. Baxın, hamısında eyni gəlib. Bir dənə Y variantının bay ası nədir? Artıqdır. Onun da yeri yoxdur artıq. Yeri ola da bilər, olmaya da bilər. Mən deyərdim ki, C daha yaxındır. Niyə? Çünki C ilə Y eynidir. Nəsə bir fərq görmürəm mən burada. Eyni cür yazılıbdır. Sadəcə Y-nin axırında bay asdır və mən baxıram ki, bay ası verə də bilərəm, verməyə də bilərəm. Ya ola bilsin, gözümdə nəsə yayınır, amma düzdür də, eyni şeydir. Keçək 36-cı suala. Burada altından xət çəkilən söz yoxdur. Tutalım ki, e-bookun altından xət çəkilibdir. Nə istəyir? B variantı daha məntiqlidir. Amma yenə deyirəm, burada altından xət çəkilən söz yoxdur. Yəni, siz də münəccim deyilsiniz, nə biləsiniz ki, hansıdır. 37-ci sual, bu qəşəng sualdır bu. Baxın, həm burada passivə də toxunubdur, həm də ki, elə interrogativ sentensin özünə. Bax, when-dən sonra xətti çəkdin. What time-dan sonra xətti çəkdin. When-dən sonra, how long ago-dan sonra xətti çəkdiniz, əla. A variantında, bax, sən sual verirsənsə, will-dən be-nin arasına söz keçməli idi. Keçməyib ki, yanlışdır. B variantı hər şey qaydasında olana oxşuyur, amma yanlışdır. Niyə? Sənin burada when-in var. When-dən sonra have istəsən də, istəməsən də yaza bilməzsən. When-dən sonra have, has gəlməz. C variantında bilirsiniz məsələ nədir burada? Nə zaman resultlar anons edildi? Bax, nə zaman nəticələr, yəni resultlar deyə bilməzsən ki, anons elədi. Anons edildi deyirsən də, düzdür? Bax, edildi. Məchul növ. Məchul növdürsə, bura id yazdı, heç olmuyor. Yəni, məchul növ deyil də bu. Lap idini yazdım. Yenə də məchul növ düsturuna əsaslanmır axı. Yanlışdır. D variantında hər şey qaydasındadır. Sadəcə problem results cəmdədir. Ofun qabağına baxırsınız da, ofdan əvvələ baxırsınız. Cəmdədir. Cəmdə olduğuna görə was yox, were olardı. D variantı da yanlışdır. Y variantında isə hər şey qaydasındadır. Həqiqətən announced were düsturumuz, passive voice düsturumuz okeydir. Results cəmdədir deyə cəmdə xəbər qoyub hər şey qaydasındadır. Ən sevimli mövzumuz so do I mövzusu. Cümləmiz nədir? No. İnkar. Cavabımız nə olmalıdır? İnkar. So təsdiqdir, to təsdiqdir. Yığışdırdınız. Browns cəmdədir, xəbərim cəmdədir, əla. Browns cəmdədir, xəbərim təkdədir, olmaz. Browns cəmdədir, xəbərim təkdədir, olmaz. 39-cu sual çox qarışdırdığımız bir mövzudur. Baxın, cümləmiz inkardır. Tamam, orasını bildim. Onsuz da bütün cavablarım inkardır. Nəsə eləyə bilmirəm. Baxın, burada həz var. Deməli, sənin cümləndə də həz var. Ona qalsa bütün hamısında həz var. Bəs necə həz lazımdır sənə? Bu həz o deməkdir ki, bu nədir həz? İndiki bitmiş zaman, bu yazdıram. Yəni, indiki bitmiş zaman. Deməli, sənin bu şərtində nə olmalıdır? Həz olmalıdır. Həz. Üstəgəl bilirsiniz nə olmalıdır? Verb 3. Bax, əsas burada nöqtə atış bu verb 3-dədir. Yəni, verb 3 olmalıdır. Məsələn, elə birə bax, nə yazıb bura? Həz. Həzdən sonra nə yazıb? Breakfast. Və hanı bunun verb 3-ü? Yoxdur ki. O zaman bu indiki bitmiş deyil. Düzdür? Məsələn, 2-yə bax, bəli, have-in yanında qotu var. Verb 3-ü də düz yazıb da adam. Düzdür. 3-ə bax, have-dən sonra to. Bəs mən demədim, have-dən sonra verb 3 yaz. Olmaz axı. 4 ola bilər, çünki apostrof həzdir. Həzdən sonra verb 3 gəlibmi? Gəlib, olar. 5-ə bax, have-dən sonra no gəlibdir. Bəs mən demədim ki, have-dən sonra verb 3 yaz. 2 və 4, Y variantı doğrudur. Bu qədər. Həqiqətən asandır. Sadəcə olaraq verb 3-ü tanıyın. Keçirəm 40-cı suala. Afta söz önüdür. Söz önündən sonra ing gəlməlidir. Yəni, bu feilin formalarıdır. Ing gəlməlidir. A variantını, C variantını, D variantını, bu C-rond bölməsidir, bəli. A-la C-ni, D-ni çıxdım. B-nin Y arasında qaldım. Without, yenə söz önü, ing istəməlidir. Y-də getdi, B variantı. Went feildir, 3-cü qrup feil. 3-cü qrup feildən sonra to gəlməlidir. B variantı 100% doğrudur. 41-ci sual. How to repair olmalıydı. Ona görə how-dan sonra to gəlməlidir deyə A-nı çıxdım. B variantında həm to-nu, həm ing-ni yaza bilməzsən. C variantında sifət var. Sifətdən sonra həmişə to gəlməlidir. Ing yox. D variantı doğru cavabımıza oxşuyur. Y variantına isə baxsam, for sözünüdür. Söz öndən sonra incə nə dedim? Ing gəlməlidir.
Kompleks obyektə əsasən birinci qrupumuz let və make-dir. Let və make-dən sonra, özündən sonra gələn feil var ha. Onu to'lu görə bilməzsiniz. Onu ing-li görə bilməzsiniz. O zaman bu sənin letindir. Letdən sonra sən bu to'nu, bu ing-ni görə bilməzsən. A, C getdi. Yəni bu sırf to ilə ing-yə görə getdi. İndi ask var. Ask üçüncü qrup feildir. Bu birinci qrup feili idi. İkinci qrup feilləri bilirsiniz də, hissi qavrayış olan feillərdir. Görmək, eşitmək, hiss eləmək falan filan. Yerdə qalan bütün feillər ki var, özündən sonra to istəyəcək. Bu da ask hissi qavrayış deyil də, yerdə qalan feillərdir. Yerdə qalan bütün feillərdən sonra to gəlməlidir. Askdan sonra hanı to yazmayıb. Askdan sonra hanı to yazıb. Askdan sonra hanı to yazmayıb. D variantı doğru cavabımızdır. 43-cü sualda bax, as-dən because sinonimdir. Ya 3-dən 4 olacaq. So ilə da that's why sinonimdir. Ya da 1-dən 2 olacaq. Görün belə bir vay, təbii ki də yoxdur. İstərdim ki bunun bir dənəsi olsun, o da yox imiş. Heç nə, tərcümə edək də məcbur. Deyir, mənim anam həmişə varıdı qan təzyiqi. O içəndə, bax görürsən içəndə deyirəm, when deyirəm, tamam, ya 1-dir ya 4-dür görək. O içəndə bəs nəyi, kofeni səhər yeməyində, o çalışır ki içməsin. Onda qan təzyiqi varsa, o çalışır ki neynəsin? Buna görə də içməsin də, düzdür? Bax buna görə də. Çünki yersiz tərcümə olur axı, çünki nə əlaqə? Yəni adamın təzyiqi var və çalışır ki içməsin. 1 və 2. C variantı. Yəni çünkülük bir şey yoxdur orada. 44-cü sual, mübtəda xəbər bölməsi. The number of-un xəbəri həmişə nətər olur? Tək. Bax, Z-nin t-sı ilə, təkin t-sı ilə yadınızda saxlayın. Tək xəbər bəs nətər olur? Is, was, has, feilin axırında olan s, bunlar təkdir. Burada da həqiqətən izi var, deməli düzdür. 2-də sonsu görüb vör yazırsınız. Deyirsiniz, hər şey qaydasındadır. Xeyr, mübtədanın başına, cümlənin başına baxırsınız. Mübtədanın başı nə idi? Cümlənin başına baxırsınız. My uncle. My uncle da vör yox, was olmalıydı. Aydındır? Yanlışdır ki. Watching films. Baxın, burada films əsas deyil. Cümlənin başına, watching-a baxırsınız. Feilin ing-li forması başlayıbsa, o zaman xəbəri nə olmalıdır? Tək olmalı. Bax, o keçən il OTK-da da var idi. Ha, bax bu sual. ing ilə başlayıbsa, xəbəri nə olmalıdır? Tək olmalıdır. 3 doğrudur. 1 və 3 A variantı. Bir dənə 4-ü də deyim. Burada dataya əsaslanmalısınız. Deyə bilərsiniz, müəllimə, nə əlaqə? Burada Thomasdan onun qızı deyil. Cəm deyil bu. Cəm isə həv verməlidir. Lap yaxşı, düz yazıb. Xeyr. Baxın, either or deyil. Bu sənin birinci mübtədan. Bu sənin ikinci mübtədan. Əsas bu ikinciyə baxırsan. Data deyil, qızdır, she'dir. Həv yox, həz olmalıydı. Aydındır? Ona görə yanlışdır. 45-ci suala gəlin baxaq. Baxın, A variantı görün necə kobud bir şey yazıb. She doesn't, she doesn't nə? Feili olmalıdır. Məsələn, she doesn't go, she doesn't play. Yəni, do, does, diddən sonra feil gəlməlidir. Bəs nəyə çağırmışam səni? Özündən sonra hanı bunun feili? B variantında həzi yazmışsan, bəs yaxşı, hanı bunun vörübüçü? Yanlışdır axı. Bax, düşünün ki, deyirəm sizə, məsələn, deyirəm ki, gəl bura yaz, I play. Aha. Deyirəm, indi bunu inkarda yaz. Nətər yazacaqsan? Deyəcəksən ki, müəllimə, I don't play. Amma düşün ki, padruqan və ya dostun deyir ki, I played. Gülmərikmi? Gülərik. I played nə idi? I played olmaz. Burada da eyni şey yazıb da sanki. Sanki yazıb ki, Bill hasn't. Bill hasn't nədir? Elə şey olur. Bill heç olmaya doesn't have yazardı. Ya da ki, has'in yanında hər hansı bir vörübüç olmalıydı. Yanlışdır. 3-də don't-dan sonra hanı bunun? But don't anything. I don't anything. Məsələn, belə deyirəm. I don't anything nədir? Heç olmaya denə ki, I don't do, I don't like, nə bilim, I don't want. Belə bir şey yaz da. Do, does'dan sonra feili gəlməlidir. D variantında görürsünüz, gəlibdir, düzdür. Y variantında sister, sister deyirəm, Mary and her sister. Cəmdədir. Həm Mary'dən söhbət gedir, həm sisterdən. Ona görə does yox, do-nu yazmalıydı. Amma bayaqkında either or, bu conjunction'dır, bu bağlayıcıdır. Bağlayıcıda bəli, necə olmalıdır? İkinci isim. Amma bu bağlayıcı deyil ki, bu adam mübtəda xəbər yazıb da, Mary and her sister, aha, mübtəda, sonra xəbər. Yəni, does-ın yeri yoxdur. 46-cı sual, qəşəng sualdır. Baxın, asked keçmiş zamandır. Və keçmiş zaman qalsın qıraqda. Askdən sonra dət gəlməz. D-ni çıxdım, getdi. Keçmiş zaman olduğuna görə bu will-i də çıxırsınız. Çünki keçmiş zaman yalnız keçmişlə uzlaşır.
Ya B-dir, ya Y-dir. Bilirsiniz də, həm dərsliyimizdə də var, həm də belə də bilirsiniz ki, komplekte sentez bölməsində tomorrow olaraq qala bilməz. Sizə next day olmalıdır, Y variantı. Aydındır? Hər şey okeydir, sırf tomorrowdan the next day-yə görə. 47-ci suala baxıram. Neither I nor my friends. Friends cəmdədir. Xəbərim nə olmalıdır? Cəm olmalıdır. Bu bayaqkinin gününə düşür ha. Bu neither nor nədir? Conjunction, bağlayıcı. Bağlayıcı olduğuna görə ikinci ismə baxırsınız. Cəmdədir. Cəmdə olduğuna görə izə çıxırıq. Bu birisilər də cəmdir, amma yanlışdır. Axı neither inkardırsa, bu inkarları da çıxıram. Hanı variant? Hə, burada. A, bəli, A variantı doğrudur. 48-ci suala baxıram. Officer sayılan tək isim, yəni canlıdır. Canlı olduğuna görə which-i çıxırsınız. Çünki which cansızlardan işlənir və özündən sonra car isim gəldiyinə görə who'u götürürsünüz. A variantı who'dan sonra nə gəlməlidir? Xəbər. B və Y variantında whom'dan sonra isə nə gəlməlidir? Əvəzlik. İkinci dəfə artıq maraqlı deyil, əsas odur yazdıq. 49-cu sualda sizdən cəm istəyir. Ona qalsa hamısında cəmdir. Sadəcə olaraq düzgün cəmlənməyib də. Vəfs belə olmur axı, bu V olmalıydı. Bu belə cəmlənmir axı, burada I olmalıydı. Dear, baxın shipdir, deardir, təki də cəmi də eynidir. Sən bunu nətər belə təzdən cəmlənmirsən? Olmaz. D variantı doğrudur. Y variantı ship təki də cəmi də eynidir. Hardan bildim bu təkdir? Çünki qarşısında EN artiklı var. Bilirsiniz də, EN artiklı bərabərdir vana. Van da bir deməkdir də. Yəni təkdir də bir zəhmət tək olsun. 50-ci sual. So-dan sonra E artiklı gəlməz. Rəqəmdən sonra cəm isim gələr. Several'dır, many'dir, few'dur, a few'dur. Bəli, özündən sonra cəm istəyir. Qeyd eləyin. Yəni Vix olardı heç olmaya. Yəni bu Vix yazıbdır, tək yazıbdır. Olmaz. Yəni sözün özü təkdir. Olmaz. Gərək S sonra apostrof yazardı ki, cəmliyi bildirərdi. Saçdan sonra elotov gəlir, bəli. Elotovdan sonra cəm gəlir, bəli. Hər şey qaydasındadır. EN artiklından sonra baxın cəm yazıbdır. EN artiklından sonra incə nə dedim? Van deməkdir axı. Təkdir. Tək gəlməliydi. Bu da yanlışdır. Doğru cavabımız olur nə? 2 və 4 B variantı. Beləcə yekunlaşdıq. Ümid edirəm ki, faydalı oldu bu sualların izahları. Bilmədiklərinizi ümid edirəm ki, qeyd elədiniz. Əlavə də nəsə aydın olmasa, əlbəttə ki, rəylərə yaza bilərsiniz.